Şimdi başka bir misal çəkəcəm. Mənim atam profesional qumarbaz olub. Mən and içmişəm ki, heç vaxt qumar oynamam. İnsanlar biri-birinə qumar prinsipinə yanaşır. Mesela benim belimde yırtıqdan sinir sıxılır, sol ayağıma vurur. Sol ayak üstündə mən axsıyıram. Elde yırtıq var, sol ayağımı sıxır. Həkimə deyirsən ki, məsəlçin həkimidir mi? Həkim olsun, usta olsun, kim olur olsun. Sen benim bu sol ayağımı düzəldə bilərsən mi? Deyir, hə, bunu al, onu al, onu al. Alırsan, bir qədər sərmayə qoyursan, pul xərcləyirsən. Gəlir, baxır, deyir ki, sol ayağı düzəldə bilmərəm. Ancaq sağ ayağı bilirsən, necə eləyərəm? Bax, belə. Sağ ayağım süper. Sağ ayağıma ne olub ki, sağ ayağımı elə özümdə düzəldərəm, nə işləyir sağ ayağım. O bilir ki, sən müəyyən qədər pul xərcləmirsən, istəyir məsələn maşın olsun, ev olsun, deyirsən ki, bu diski düzəltmək lazımdır. Sol tərəf diski vurur. Sol tərəf diski düzəldə bilmərəm. Sağ tərəfləri səlsin, sağı, arxaları regulovka eləyim. Və yaxud da ev çökür. Qardaş, bu evin sol tərəfi çökür. Evin sol tərəfini mən qaldıra bilmərəm. Daş almışsan, qum almışsan, sağ tərəfi düzəldək. Mənim xoşum gəlmir ki, deyəsən, yadında qalsın, mütləq belə elə, belə eləmə. Amma deyirəm ki, gərək belə avanturiya getməyəsən. O bilir ki, səndən enerji çıxıb, nətəriyanı, daşı gətirmirsən, qumu gətirmirsən və yaxud da ki, dərmanı almışsan, cəhənnəmə sol ayağı düzəldə bilmir. Deyəsən ki, cəhənnəmə heç olmasa sağ ayağımı masaj elə. Bu qumar prinsipidir, insanı divara qısmaq prinsipidir, gərək getməyəsən. Deyəsən, eybi yoxdur. Qoy sən nekvalifikasiyonu olmağın sübut olunsun, yalancı olmağın. Mənim pulum batsın. Mənim sağ ayağıma ne olub ki? Sən mənə demişdin, sol ayağı düzəldəcəm. Bu qədər.